Salam, hər vaxtınız xeyir olsun dostlar. Hər birinizi Dadaş bir kanalında salamlayıram. Bugünkü bizim dərsimiz DFS, yəni Distributed File System həsr olunacaq. Nə cür istifadə olunur, hansı rolları var, nə özəllikləri var, o barədə danışacağıq. Deməli, yoldaşlar, Distributed File System, yəni qısaca DFS, server arasında fayl paylaşımı və replikasiya üçün istifadə olunan bir texnologiyadır. Bu sistem istifadəçilərə bir virtual qovluq vasitəsilə müxtəlif serverlərdə olan fayllara daxil olmağa imkan verir. Yəni məsəl üçün mənim burada bir nümunə bir şəklim var. Baxın. Bu bizim DFS serverimizdir. Burada bizim qovluqlarımız var. Dokument, satış, software, Microsoft, non-Microsoft və template. Deməli, DFS-in iki hissədən ibarət olur. Birincisi DFS namespaces'dir. Gördüyünüz kimi burada da yazıb namespace server. Yəni müxtəlif fayl serverlərini bir ünvan altlıqda birləşdirir. Yəni məsəl üçün istifadəçi belə daxil olur. Məsəl üçün bu bizim serverimizdir. Məsəl üçün Atramoda 2./ bizim domen adımız məsəl üçün necə gedir? Ona birincisi gəlin baxaq. SRV1. Və mən də orada əlavə də domen adımızı lablocal-da yaratmışdım. Yəqin keçən dərsimizdə də yadınızdadır. Deməli, lab.local 2./ lab.local. Gördüyünüz kimi bizim burada qovluqlarımız var idi. Keçən dərslərimizdən yəqin yadınızdadır. Qrup policy ilə bağlı, shared folder ilə bağlı biz yaratmışdıq. Və DFS namespace-də də istifadəçi yəni belə formada daxil olur. Amma bir özəllik nədir? Baxın, burada bizim qovluqlarımız var da. Məsəl üçün, burada çox qovluğumuz da ola bilər. 10 dənə, 15 təmin edənə. Amma bir özəlliyi də var ki, backend-də, yəni arxa fondda bu qovluqlar bir neçə dənə serverdə də ola bilər. Yəni, məsəl üçün, mən bilmirəm ki, bu server 1 aiddir və yaxud da 2 aiddir, 3 aiddir. Yəni, o backend-də işlədiyinə görə arxa planda bir neçə serverdə də ola bilər. Və DFS replikasiya, replication da deyirlər, faylları server arasında avtomatik sinxron edir. Məsəl üçün, bu bizim serverimizdir. Görürsünüz, 3 dənə bizim serverimiz var. 01, 02, 03. Və gördüyünüz kimi eyni qovluqları öz arasında başlayır replikasiya eləmək ki, burada nəsə dəyişiklik olanda avtomatik bunlara da getsin. Yəni bir-birlərin sinxronlaşdırması. Məsəl üçün dokumentdə yeni bir sənəd atıldı. Avtomatik həm 1-ə də düşür, 2-yə də düşür, 3-ə də düşür. Adi yəni sinxronizasiya gedir. DFS-in qurulma rolu da ki, deməli, yenə də standart qaydada olaraq biz serverdə deməli add roles and features-ı daxil oluruq. Next-i vuranda, next, file and storage servisimizdə, deməli, bunu vururuq. Burada bizim görürsünüz DFS namespace-imiz də var və DFS replication-ımız da var. Hər ikisini də seçirik. Next, restart-a ehtiyac yoxdur. Install edirik bunu. Əslində, yoldaşlar, mən burada bir dənə də əlavə server qaldırmışam. Bizə növbəti dərslərdə replikasiya üçün lazım olacaq. Düzdür, hələ tam konfigurasiya eləməmişəm deyə. Hələ belə yandıraq. Sadəcə olaraq nümunə üçün sizə göstərirəm. Bu qruvandan sonra close-u vururuq. Aktiv direktorimizi bağlayırıq. Deməli, DFS-ə 2 cür girmək olar. Deməli, run-ı vuraraq DFS mgmt.msc-də daxil ola bilərsiniz. Və yaxud da Tools-da DFS Management var. Oradan da daxil ola bilər. Kimə necə rahatdır, elə də eləyə bilər. Bəli, gördüyünüz kimi bizdə belə bir panel açıldı. Deməli, namespace-imiz də var və replication-ımız da var bizim. İndi gözləyib bir balaca yüklənsin. Deməli, ilk növbədə biz bir dənə namespace yaratmalıyıq.
Namespace'imizin üstünə sağ mışqan vuraraq gördüyünüz kimi new namespace'imiz var. Burada bizdən soruşur ki, birincisi hansı server üzərində namespace qaldırılacaq. Bizdə də hər iki bir dənə mövcud domen kontrollerimiz olduğu üçün biz deməli təbii ki, görürsünüz server 2-də var. Bu ikincisi. Düzdür, hələ tam o deyil deyə əsas gəlin birincini götürək. OK basaraq next-i vuraraq buradan bizdən ad soruşur. Yəni namespace-ə biz standart nə ad verə bilərik? Yəni kimsə istəyir shared yaza bilər, kimsə istəyir public yaza bilər, nə bilim nə istəyir. Mən məsəl üçün yazıram public. Public yazandan sonra deməli burada bizdə autentikasiya məsələsi var, namespace type. Yəni burada standart olaraq bunu götürə bilək o zaman ki 2003 köhnə versiyalara aiddir və standalone namespace də var, o failover klassı var. Yəni standart olaraq bunu saxlamaq məsələn, yəni bizdə qısaca belə qovluq var, belə olacaq. Məsələn biz girəcəyik bura, lab local public və orada bizim qovluqlarımız olacaq. Next-i vuraraq create vururuq. Gördüyünüz kimi heç bir errorumuz falan yoxdur. Create namespace success. Bəli. Gördüyünüz kimi artıq burada bizdə bir qısa yol yarandı. İndi bir dənə test seriyi görə açır. Aha. Artıq varımızı networkdə bizə dəqiqə turn on eləyib bunu. Deməli networkdə hələ indi bomboşdur, onu görməyəcək zaten o heç. Deməli finish-i vurandan sonra biz təbii ki buna bir qovluq yaratmalıyıq. Qovluğu da üstünə vuraraq deməli dəqiqə var qalır yerində. Burada bizə new folder var. New folder yaradırıq. Adını da qovluğa bir ad yazaq. Deməli gəlin yazaq office məsəl üçün. Və folder targets bölməsində də birinci bir serverə əlavə etməliyik. Və bizim yolumuzu məsəl üçün görürsünüz burada bizim qovluqlarımız var. Yəni bu qovluqlardan hansı ki serverlər arasında bölünəcək və hansı var ki hamı görə biləcək, seçə bilərik. Görürsünüz bizdə burada shared də var, publicimiz artıq var. Amma içi bomboşdur. Biz bunu keçən dəfə nə üçün yaratmışdıq? Qrup policy üçün, məsəl üçün insan resursları IT-yə baxa bilməsin papkasına və yaxud IT insan resursları. Yəni indi biz bir dənə sıfırdan yaradaq. Adını da yazırıq office. Belə yazaq. Görürsünüz o user have read only permissions, read write permissions. Yəni standart verək, read only permissions verək. Burada gördüyünüz kimi bu bizim standart qovluğumuzdur. Deməli burada əslində buradan da yarada bilərsiniz. Yəni biz chain-in içindən bir dənə yaradaq burada. Deməli, deyirsə DFS roots artıq bizim DFS publicimiz də yarandı. Bəli, gördüyünüz kimi. Deməli biz burada bir dənə yaradırıq. Staff gəlin papkasını yaradıq. Adını yazaq staff və select deməli public-i seçirik. So, okey. Bəli, artıq qovluğumuz da yaradılıbdır. İndi biz deməli add namespaces to server bu heç new folder nədir? Staff add. Aha, bu var yerində. Aha, public-in içində artıq görürsünüz office bizdə yaranıbdır. Yəni siz əslində belə deyək. Üzrüstən bu mənim seçkimdir. Siz burada da belə əslində yarada bilərsiniz manual olaraq və yaxud da əllə. Ən yaxşısı hələ buradan özünüz public-a ad verəndə özü avtomatik düşür belə. Tamam, bizim qovluğumuz da yaranıbdır artıq. İndi daha sonra isə replikasiya məsələsinə keçək. Yəni bir dənə yoxlayaq. Public-a girəndə gördüyünüz kimi artıq office shortcut kimi düşüb. Yəni məsəl üçün bizim burada bir user'ımız var da, yəqin bilirsiniz. Gəlin görək, o onu görə biləcək, yoxsa yox. Həmən bu path yolu kopyalayırıq ora, Ctrl+C. Gəlin görək, daxil ola biləcək burada. Bəli. Görürsünüz kimi office. Görürsünüz qovluq kimi düşür.
Və qovluğun içində görürsən bir dənə də ofis var. Bir dənə də var. Da neçə dənə istəyirsə var. Çünki avtomatik, çünki tam sinxronizasiya getməyib, ona görə belə edir də. Ya siz burada artıq belə deyək, nə əməliyyatlar server tərəfindən olsa, məsəl üçün ofisin içində mən burada yaradacam hansısa papka, falan, 5 məkan, ya içə nə açsam onu, dəfəyə resursun içində ofisdir. Onun içində avtomatik bütün hamısı görə biləcək. Məsələn, mən bunun üçün bir dənə şəkil atdım. O gəlib gücü artıq bu da görəcək, falan kəssə görəcək. İkinci serverdə görəcək onu. Düzdür, hələ avtorizasiya olmayıb bu serverlərə tam mən konfiqurasiya eləməmişəm ona görə. Və gəlin keçək replikasiya məsələsinə. Bunu biz yaratdıq, tamam, shortcut kimi qaldı. Burada da görsə artıq varımızdır. Buradan siz delete eləyə bilərsiniz, refresh eləyə bilərsiniz. Burada girib properties'e də baxa bilərsiniz. Yəni artıq siz bunun üzərində özünüz necə istəyirsə eləyə bilərsiniz. Delegate permissions'lar da var. Kim nə edə bilər, kim girə bilər, kim girməyə bilər. Yəni hamısı özünüzdən asılıdır. Və keçdik replikasiya məsələsinə. Yəni gördüyümüz kimi yerdən biz tutan bizim bir qovluğumuz var. Bu arası replikasiya getsin. Replication üstünə vururuq burada. Görürsünüz domain system volume'dur standart olaraq. Biz burada new replication group seçirik. New replication grupda multipurpose replication qrupumuz qalır bizim. Burada biz ad qoyuruq ona. Yazaq nə bilim defs replication. Burada bizim domainimizi soruşur. Bizim bir dənə domainimiz var deyə. Yəni sizdə bir neçə dənə də ola bilər. Next-i vuraraq bizdən burada server soruşur. Hansından geçsin server? Bizdə də hələ ki standart olaraq serverimiz hələ ki bir dənə mövcud olan budur. Əslində siz ikisini də seçə bilərsiniz. Problem yoxdur. Yəni bir-birləri görmək üçün. Qoy çek eləsin. Bunu keçən dəfə mən özüm üçün replikasiya üçün qaldırmışdım. Çünki bizim növbəti dərslərimizdə replikasiya falan olacaq. Bir-birlərini görmək üçün də nə necə olur, failover clusterlar falan. Gördünüz, əgər belədirsə, tamam, hələ ki müvəqqəti bir serverə əlavə eləyin. Çünki hələ tam hazır deyil deyə. Görürsünüz, qaldı belə. Error hələ yoxdur, amma biraz uzun çəkə bilər. Ona görə gəlin bu müvəqqəti task managerimizdən bağlayaq. Task eləyək. Aha, əlavə olundu. Əvvəl bir balaca gözləmək lazımdır. Next-i vuraraq. Baxın, burada bizim şəbəkə topologiyası var. Hub and spoke-da var. Full mesh-də var. Əslində praktikada belə məsləhət görülür ki, iki server arasında full mesh seçilməlidir. Yəni burada yazır ki, in this topology each member replicates with all other members of replication group. Yəni bu topologiyada hər istifadəçi, yəni bütün istifadəçi replikasiya qruplar arasında gedir. Yəni standart olaraq iki arasında, yəni mesh olmağı full mesh yaxşıdır. Yəni bütün hamısı getsin. Bir fayl, iki fayl, bir qovluq, iki qovluq. Amma o no topologiya qoyanda artıq o biraz problem yaradır. Çünki birində nəsə yenilik olanda ikincisindən məlumatı yoxdur ki, orada kim nə əlavə edib, hansı qovluqda dəyişiklik olunub və yaxud da nəsə bir fayl əlavə olunub, onu təsdiq görmək olur. Ona görə də mesh-i saxlamaq daha məsləhətdir. Next-i varaq, gördüyünüz kimi burada replikasiya, gördüyünüz kimi burada full var. Yəni burada trafiklə də var, yəni bandwidth-də. Biz bunu full saxlayırıq və belə bir şey var replikasiyada. Əslində standart olaraq replikasiya gördüyünüz kimi enable replication 24 hours a day, 7 days a week using the following bandwidth. Yəni 24 saatdan bir həftənin 7 gün replikasiya gedir. Amma siz istəyirsiniz ki, nə bilim yük düşməsin, nə bilim başqa mövzular olmasın deyə siz burada tarixləri özünüz də qoya bilərsiniz. Məsəl üçün full qoydum, məsəl üçün lokal full eləməyin, nə bilim eləyək 1 megabitlə getsin, həftənin çərşənbə axşamı getsin, bir də məsəl üçün cümə axşamısı getsin. Düzdür, o indi baxır sizin infosunuz. Bəlkə orada hər gün
müxtəlif məlumat mübadiləsi götürür deyə. Ona görə bu məsləhətdir replicate. Bu ikincisi əksər hallarda istifadə edilir. Next-i var anası primary member. Yəni birinci serverimiz bizim hansıdırsa, namespace-imiz. Biz onu seçik SRV1. Və next-i vuraraq və bizdən buradan qovluğu soruşur. Hansı qovluq gedəcək? Bizə təbii ki, DFS roots-da biz bunu seçik. DFS roots. Okay. Local path refer to other members. SRV2-də də yəni artıq olacaq. Create edirik. Görüyoruz ki, heç bir errorumuz yoxdur. Və close edirik. Bunu heç. Bəli. Artıq bizim DFS replication'ımız da var. Gördüyünüz kimi DFS roots membership stops enabled. Member SRV1, yəni bizim mövcud DFS rootumuz server 1-dədir deyə replicate folder'ın adı. Quota da 4 GB. Quotanı özünüz də dəyişə bilərsiniz. Yəni məhdudiyyət baxır artıq sizin storage'ınızdakı serverdə nə qədərdir. 2 dənə not defined'dır. Connections'a da baxa bilirsiniz. Bax görürsünüz. Connection starts enabled'dır. Yəni heç bir error yoxdur. Replicated folders'lara delegasiyalara da baxa bilərsiniz ki, burada hansı vara icazə var yoxdur. Domain admin isə enterprise admin isə və NTD authority system qrupsudur. Domain system volume-da bizim standart olaraq sysvol papkası bizdə bizim qrup polislər falan hamısı sysvolda olur deyə oranı göstərir. Namespace-imizdə də bizim namespace servisimiz bizim aktivdir. Delegasiyamız yenə də standartdır. Düzdür, burada sizin qovluğunuz çox varsa oradan da axtara bilərsiniz. Papkamız da göstərir. Hələ belə görək. Düzdür, 24 saatdan bir gedir, amma yenə də yox, hələ ki görmür. Və belə bir komanda var. Düzdür, bir dənə gəlin onu yoxlayaq. CMD-yə daxil olaraq repo admin /sync all. Aha. Repo admin sync all komandası yoldaşlar replikasiyanın statusunu göstərir. Baxın, callback message replication in progress deməli. MSC lab local və görürsünüz burada ayrıca bizim SID-lərimiz var. İndi gəlin bunu cmd repo admin /sync all. Məsəf yazdım bir dəqiqə. Admin. Burada mən bir səhv buraxmışam, üzrünü sayıq. Rep admin /sync all. Aha. Görürsünüz, with no errors. İndi gəlin bir dənə bunları müqayisə edək. Bu CMD-ləri balacalaşdıraq. Deməli, ED7 BC0, ED7 BC0. Gördüyünüz kimi from və to. Bizdə burada from deməli göstərir BC0. Burada isə ED7. Yəni ED7 server 1-in SID-sidir belə deyək. BC0 isə server 2-nindir. Yəni bir-birlərini artıq bunlar görürlər. Repo admin səhv eləməmsə show komandası da var. Burada görürsünüz komandalar çoxdur. Buradan siz baxa bilərsiniz. Məsəl üçün repo summary-yə də baxa bilərsiniz. Gəlin repo summary-yə yoxlayaq. Aha. Repo summary komandası server 1-dən, yəni bu sizə göstərir ki, neçə sizə belə doğru dediyimdə məsafə arasında replikasiya neçə dəqiqə, neçə saniyə, neçə müddətə gedirdi. Yəni onun vaxtını görürsünüz. Largest data 13 dəqiqə 36 saniyə var. Server 2-də 12 dəqiqə, bu düzdür, o heç. Amma error, yəni gördüyünüz kimi çox göstərmir burada. DNS o heç, o aydın məsələdir. Artıq məsəl üçün bax görsə examples. Bu DC1 bizimkidir. Bu bizim time varımızdır. Burada siz artıq retry-da show repo-da, show sync all-da edə bilərsiniz, replicate də edə bilərsiniz, query-də. Komandalar çoxdur. Yəni əsas bizə olan bu idi ki, bax gördüyünüz kimi the following replication in progress, məsəl üçün yenə dediyim kimi SID-lərimiz və sync all finished. Yəni burada failed yazmadı.
sync all terminated with no errors. Yəni artıq iki server bir-birlərini görürlər və sinxronizasiyada 24 saatdan bir təbii ki, bizə davam edəcək. Hər tez-tez onu eləmək də düzdür, lazımdır, amma yəni baxın, sizə necə rahatdır elə də eləyə bilərsiniz. Göz bizdə artıq sysvol, local, bizim policy skriptlər, bu standart bizim birdən götürdüyümüzdür. Network-on da var, o heç. Amma indi hal-hazırda bu server tam hələ konfigurasiya olmayıb, hələlik o folderı görə bilmir. Çünki biz orada Office 2-ni yaratmamışdıq ona görə. Bugünlük bu qədər dostlar. DFS menecmenti yəqin bildiniz ki, necə gedir, nə cür olur, replikasiyası necə istifadə edilir. Əgər bir serverdə nəsə dəyişiklik olanda avtomatik digər serverlərdə onu görür. Yəni bir qovluq, iki qovluq, məsələn, falan istifadəçi bunu əlavə edəcək, artıq o birislər də görür ki, aha, nə bilim, orada staff papkasında hansısa bir əlavə dokument atılıb, biz artıq onu məsələn istifadə edə bilərik, silə də bilərik, özümüz də edə bilərik. Permissionslar da təbii ki, siz özünüzdə asılıdır, ya delegasiyadan da burada verə bilərsiniz. Yəni kim məsələn orada read and write verə bilər, kim baxa bilər, kim executable ola bilər, erodisi də ola bilər, cürbəcürdür. Bugünlük bu qədər dostlar. Gəlin görüşmək ümidi ilə sağ olun.